Və Avropanın ən böyük iqtisadiyyatına malik olan Almaniyada biznes mühiti üzrə göstəricilər sentyabr ayında gözlənilmədən zəifləyib. Və iqtisadçı Murad Cəlalovun da bu barədə fikirlərini, vəziyyəti öyrənməyə çalışacağıq. Murad müəllim, hər vaxtınız xeyir olsun. Almaniyanın birdən-birə geriləməsinin səbəbi nə oldu? Almaniyanın Geschäfts Klima indeksi, yəni ticarət etimad indeksi 88-dən 89-un üzərinə yüksələcək halda 87-17-yə qədər azalmış oldu. Bunu törədən əsas səbəblərdən birincisi elə deməli iqtisadi tələbin azalması, digər tərəfdən Avropanın əsas ölkələrinin deməli zəif tutulması, Almaniyanın böyük bir şirkətlərin istehsalının azalmasını gətirib çıxarması və xüsusən də üçüncü olaraq dünya üzrə qeyri-bərabərlik olması ticarət sahəsindən ki, bu da bir çox sahələrdə Almaniya ticarətinə zərbələr indirmiş olur. Əsasən bu istehsal sahələrdir, xidmət və xüsusilə investisiya sahələridir. Və bu sahələrdə investisiyaların da azalması, risklərin olması baxımından şirkət sahibləri investisiya az etdiyi üçün istehsal da azalmış olur və xüsusən də dünya üzrə tələbatının azalmasından digər səbəb olan səbəblərindən biridir. Və bu baxımdan artıq Almaniyada bir çox şirkətlərin bağlanmasına gətirib çıxara bilər. Nəticə etibarilə iqtisadiyyatda nəinki durğunluq gerilənməyə də orada gətirib çıxarar. Deməli, işsizlik səviyyəsi artmış olacaqdır. Hansı ki, bunu biz korona dövründə müşahidə etmişik. Əgər inflyasiya dövründə bu hallar get-gedə davamlı şəkildə baş verirsə, artıq şirkətlərin bağlanmasına, işsizliyin artmasına gətirib çıxaracaq. Və bu baxımdan ölkənin artıq kompensasiya etməsi, ticarət sahələrini kompensasiya etməsi deməli, qaçılmazdır. Əgər bu addımlar olmazsa Almaniyada, bu şirkətlərin bağlanmasına gətirib çıxaracaq və öz növbəsində fiskal polisini zəiflətmiş olacaq. Çox sağ olun. Rusiyanın bir sıra bölgələrində, yanacaq doldurma məntəqələrində qıtlıq artıq yaranıb.